Xətti tənliyi haqqında məlumat ver. Nə oldu xətti tənliyimiz? Xətt tənliyi dəyişən dərəcəsi 1 olan tənliyə deyilir. Necə ifadə olunur? A vurulsun x bərabərdir B kimi ifadə olunur. Həlli də x bərabərdir B böl A. 3 halımız oldu. Kəsrin sürəti və məxrəci 0-a bərabər olarsa sonsuz həlli oldu. Əgər sürəti 0, məxrəci 0-dan fərqlidirsə 1 həllimiz olar. Əgər sürət 0-dan fərqli, məxrəc 0-a olarsa tənliyin Həlli yoxdur, fisyo. Bəli. Xətti tənliyi AX bərabərdir 5 şəklindədir. Təbii ki, tənliyi həll etdikdə x-i tapırıq. X-i də tapanda buradan B bölünsün A şəklində oldu. Yəni kəsir əmələ gəldi. Kəsirin də sürəti də 0, məxrəci də 0-dırsa, deməli bunun sonsuz sayda həlli var. Yox, məxrəc fərqli, sürət 0-dırsa bunun bir həlli var. Tərsinə, sürət 0-dan fərqli, amma məxrəc 0-dırsa, məxrəc 0 olanda həlli olmur. Qutardı getdi. Aydındır da?